Sumqayıt şəhərində xidmət göstərən Cahangir 2020 Lor Center məhdud məsuliyyətli cəmiyyətin fəaliyyətində qanun pozuntusu aşkar olunub. Sumqayıt TV Teleqraf AZA istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsi tərəfindən məhdud məsuliyyətli cəmiyyətdə yoxlama aparılıb. Yoxlama zamanı Sumqayıt şəhəri Heydər Əliyev prospekti 208Y ünvanında yerləşən Cahangir 2020 Lor Center məhdud məsuliyyətli cəmiyyətə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Söhbətoğlu Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb. Buna görə də məhdud məsuliyyətli cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib. Məhdud məsuliyyətli cəmiyyətin nümayəndəsi Cahangir İsmailov bildirib ki, özəl klinika işlədir və oranın bəlli sayda həkimi var. Nurlan adlı həkim 2021-ci ildə təhsilini bitirib. Həkimlər 5 ildən bir sertifikasiya olmalıdır. Klinikada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə gediblər. Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlana ehtiyac yoxdur. O, 2027-ci ildə sertifikasiyadan keçməlidir. Buna baxmayaraq daha sonra yenidən Nurlanı sertifikasiyadan keçirilməyə göndərdik. Yenə onu geri qaytardılar. Təxminən 20-30 dəfə nazirliklə telefon əlaqəsi saxladıq. Bizim yeganə səhvimiz sertifikasiyadan keçməyən işçini işlətmək olub. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə sözü gedən məhdud məsuliyyətli cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6000 manat cərimə edilib. Hörmətli izləyicilər, Sumqayıtla bağlı xəbərləri izləmək üçün Sumqayıt TV-nin YouTube kanalına abunə olmağı, Instagram, Facebook və TikTok platformalarımızı izləməyi unutmayın.